Lavaş kökəldir. Çörək kökəldirsə, lavaş da kökəldəcəkdir. Bax, görün, bax çörək bişirirəm. Görün nə tür çörək bişirirəm. Götürürsünüz un, ağ un. İçinə tökürsünüz su. İçinə tökürsünüz deyəsən biraz duz. Başlayırsınız yoğurmağa, yoğurursunuz. Ondan sonra içine biraz atırsınız maya, yenə yoğurursunuz. Bilmem belə bir şey. Sonra qoyursunuz onu ajmağa. Onun içindeki o göbələklər qəşəng orada əməlli başlı kef edirlər. Çoxalırlar, şişirdirlər. Qaz yaranır orada, əməlli başlı şişir. Sonra onu götürürsünüz, qəşəng belə kündələdiniz, atdınız. Düzdür? Bu sizin çörəyiniz. İndi lavaş hazırlayırıq. Lavaşı nədən hazırlayırıq? Bax, elə o əlimi yumuram ha. Elə o əli bir də una aparıram, eyni una aparıram. Elə eyni undan da başlayıram. Bu səfər biraz daha fərqli olur. Götürürəm bax onu yenə də eyni şeyi, eyni formada. İndi amma içinə biraz şey əlavə elə, maya əlavə eləmirəm. Yəni başlayıram onu bax belə o oxlov var. Oxlovla bax belə edirəm. İndi sacın yanında indi. Sacda pişir, qəşəng közdə. Atıram sacın üstünə, biraz gözləyirəm, biraz belə, biraz da belə olur. Sonra götürüb onu yeyirəm. Yaxşı, mən deyin görüm. Bununla nə fərq oldu? Eyni un, eyni texnika, eyni əllər, eyni su, eyni duz. Yaxşı da içində yoxdur maya. Göbələklər yoxdur. O göbələklidir, bu göbələksizdir. Mayadır da, göbələkdir də bilirsiniz yəqin ki, o içinə atdıqlarımızın hamısı göbələkdir yəni.